Deməli, ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər. Bu da deməli bizim dövlət standartımızın tərkib hissəsidir. Bizdən verilən tələb odur ki, bax bu tələblərin mahiyyətini başa düşək və onu gündəlik pedaqoji prosesinin təşkil zamanı riayət edərək dərslərimizi quraq. Bunlar da çox rahatdır, heç bir problemi isə yoxdur. Sadəcə olaraq verilən o terminoloji hissənin mahiyyətini tam başa düşməliyik, yəni özümüzünküləşdirməliyik. Birinci tələbimiz pedaqoji prosesin tamlığı olur. Burada əsas məqsəd müəllim işini tam qurmasıdır. Təbii ki, tam qurmaq deyəndə nə nəzərdə tutulur? Bilirik ki, biz fasilitator müəllimik, biz əvvəlki dərslərimizdə də keçmişik, məlumatımız var. Yəni, müəllim bələdçi rolunu oynayır, öyrədici hissələr də önəmlidir. Yəni, belə deyim də, mövzunun əsas hissəsini, mövzunun nədən bəhs etdiyini, motivasiya bölməsini şagirdlərdən alırıqsa, istiqamət verən də öyrədən hissə də bizik. Yəni, müəllim yalnız keçmişdə idi ki, nəzər əsaslı dərslərə üstünlük verirdi. Amma indi bizdən verilən tələblərdən ən başlıcası odur ki, müəllim eyni zamanda praktikliyə də üstünlük versin. Baxın, elə kurikulumun ən vacib prinsipidir. Deməli, pedaqoji prosesin tamlığını birinci bu cür yadda saxlayırıq ki, müəllim yalnız nəzəri bilik yox, praktikliyə də önəm versin. Eyni zamanda mövzunun əhəmiyyətini uşaqlara çatdırsın, tərbiyə etsin yəni. Keçdiyi mövzunun mahiyyətini izah eləmək, onu tərbiyə etməkdir. Bir də müəllimə keçdiyi mövzunu möhkəmləndirmək üçün tapşırıq verməsi, o da inkişaf etdirməsidir. Yəni, tamlığı bu cür yadda saxlayırıq. İndi bizdən ola da bilər, olmaya da bilər də imtahandakı tamlığa aid verilmiş situasiyanı tapın da deyə bilər. Tamlığın adını çəkmədən situasiya verib, tutaq ki, bir situasiya verib, tutaq ki, məsələn, sizdən danışaq. Günay müəllimə informatika dərsində, tutaq ki, hansı mövzunu deyək, məsələn, Paint proqramını keçərkən, məsələn, onun nə kimi nəzər hissəsini çatdırır uşaqlara, bu proqramın onların gündəlik həyatında nə kimi əhəmiyyəti olduğunu deməli, izah edir. Sonra deyək ki, uşaqlar, hərəniz sərbəst bir dənə maraqlı Paintdə təqdimat hazırlayarsınız, şəkillər çəkərsiniz və növbəti dərsdə uşaqlar da onu müəllimə çatdırırlar. Günay müəllimənin bu addımı, məsələn, pedaqoji prosesin hansı tələblərinə riayət etdiyini göstərir, tamlıq. Bunu bu cür də verə bilər, yaxud da ki, bu situasiyanı verə bilər, sonra situasiyanın davamını istəyə bilər. Biz də bunu öyrəndik ki, tamlıq odur ki, öyrətdim, tərbiyə etdim, inkişaf etdirdim. Yəni, onun inkişafı üçün də tapşırdım. Yəni, hər bir şeyi vəhdət təşkil edim. Tamlığın mahiyyəti bundan ibarətdir. Bərabər imkanların yaradılması çox sadədir, adından məlum olduğu kimi. Eyni təlim şəraiti, yəni bərabər imkanları qorumaq. Bir də ki, burada bir vacib məqam var. Maraq və potensial imkanlarını nəzərə almaq, şagirdlərin meyli, maraq və bəli, buna diqqət edirik. Bir də nəyə diqqət edirik, nəyə yada saxlayaq bu hissədə? Bu nə deməkdir də, potensial imkan? Deməli, biz KSG-lər işlədirik də, düzdür, tədrisimiz zamanı. Bu zaman testlər hazırlayanda hamısını eyni tiplə test hazırlayırıq, yox. Bizə indi verilən tələb odur ki, eyni tipli tapşırıq hazırlamaq olmaz. Yəni, hamısını çətin qoymuruq, hamısını asan qoymuruq. Çünki sinifdə meyl, maraq və potensial imkanları nəzərə almaq bizdən tələb olunur. Ki, yəni, hamı eyni dildə, gəlin o dildə deyək. Məsələn, sinifdə 5 nəfər oxuyursa, 5 nəfər orta oxuyursa, 10 nəfər heç oxumursa, o bir 10 nəfər də zəifdirsə, onları da nəzərə alaq testlər qılmarıq. Məsələn, mən hər zaman nümunə göstərirəm. Şagirdlərim var ki, asan suallar oxumayan uşaqlarda o testlər işləyəndə mən bunu bildim. Baxıram ki, sanki üzlərində gülüş, sevinç hissi yaranır. Çünki onlar da özlərini bir dəyərli hiss edir. Heç olmasa bu kesikdə bunu mən bilirəm. Çünki asandır. Çünki mən müəllim olaraq orada bərabər imkanları qorumuşam. Deməli, testlərin hazırlanması, uşaqlar üçün eyni təlim şəraitini qurmamız təlimdə bərabər imkanın yaradılmasına vacib nümunədir. Şəxsiyyət ünlü kurikulumun prinsiplərini eynidir. Şagirdlərimizin
idrakini yüksək və psixomotor fəaliyyəti əsasında həyati bacarıqlarını inkişaf etdiririk və ən əsası milli bəşəri dəyərlər. Məsələn, Aytaç müəllim Azərbaycan Respublikasının turistlik əraziləri, rekreasiya ehtiyatları zəngin olan hər hansı bir rayonumuzu seçib onunla bağlı təqdimat hazırlamağı tapşırır və istəyir ki, şagirdlər onu tutaq ki, hər hansı bir proqramla hazırlasınlar, özləri səsləndirsinlər, müəllimə çatdırsınlar. Bunu mənə çatdırırlarsa, deməli mən müəllim kimi idraki ünsiyyət hissəni çatdırmışam da. Yəni psixomotor necə demək, şəxsiyyət yönümlü prinsipinə düzgün riayət etmişəm. Yaxud da ki, Azərbaycanla bağlı hər hansı başqa bir təqdimat, ya Azərbaycan olmasın, hər kəsin öz fənninə aid da. İndi mən coğrafiyaçı olduğuma görə öz fənnimə nümunə göstərdim. Bu ilə kurikulumun vacib prinsiplərində dediyimiz nə demişdiksə, onu yenə şəxsiyyət yönümlü prinsipində eynidir. Sadəcə olaraq müəllimə burada bir xırdallığı nəzərinizə çatdırım. Əvvəllər bizim pedaqoji prosesin təşkilinə verilən tələblərdə bu yox idi. Nə bu var idi, nə şagird yönümlülük var idi. Bunlar sonradan əlavə olundu. İnklüzivli məktəb 2020-ci ildə bizim sonuncu dəyişikliyimiz oldu. İndi inşallah deyəsən bu yaxınlarda olacaq. Çünki 5 il artıq tamam olur. Dövlət standartlarının tərkib hissəsinə daxil oldu bunlar da. Yəni əvvəllər bu şəxsiyyət yönümlülük, şagird yönümlülük, sonra inklüzivlik, məktəb fəaliyyəti bunlar yox idi. Mahiyyət etibarilə bir sözlə eynidir. Şəxsiyyət yönümlülük də, şagird yönümlülük də kurikulum prinsiplərində dediyimiz xüsusiyyətləri yenə daşıyır. Yenə təhsil alanın mənafeyinin müdafiəsi, təhsil tələbatının ödənilməsi, istedadlarının reallaşmasına, şəxsiyyətin formalaşmasına yönəlməlidir. Məsələn, mən baxıram ki, şagirdimin bu istedadı var və mənim onun ehtiyacını nəzərə alaraq dərslərimi təşkil edirəmsə, deməli mən müəllim olaraq şagird yönümlülük prinsipinə düzgün riayət etmişəm. Yəni kurikulum prinsipində öyrəndiklərimizdən eyni mahiyyət daşıyır. İnkişaf yönümlülük isə çox sadədir. Baxın, görürsünüz cümlə nədir? İnkişafa yönəl. Yəni təhsil alanın nailiyyətləri əsasında onların nailiyyətini gündəlik olaraq izlə və onların nailiyyətini necə artırmağın yollarını düşün və kompleks tədbirlər həyata keçir. Məsələn, mən bugün keçdiyim mövzuya dair şagirdimə hər hansı bir tapşırıq vermirəmsə, deməli onun inkişafını izləmirəm deməkdir. Mən daim şagirdimi izləməliyəm, inkişafına uyğun şəkildə tədbirlər həyata keçirməliyəm. Fəaliyyətin stimullaşdırılması çox rahatdır. Stimulu bilirik ki, maraq, həvəs yaratmaqdır. Mən isə bunun bir dənə açar sözü var. Müəllimlərim çalışmaması üçün situasiyalarda onu indi bir də nəzərinizə çatdıracağam. Bunu rəy kimi yadda saxlayın, rəy vermək kimi. Sən burada ancaq rəy verirsən şagirdinə. Səmərəli tədris fəaliyyətini artırmaq üçün, təlimə marağını yüksəltmək üçün, şagirdinin nailiyyətini izləyirsən, dəyərləndirirsən və ona uyğun tədbir görsən. Məsələn, bir neçə dəfə MİQ imtahanına düşüb, müəllim Ayselin nəticəsini yoxlamadan birbaşa Aysel, sən nə zaman doğru düzgün test yazmısan ki, bugün də yazacaqsan? Kimi bir rəy verir fəaliyyətin stimullaşdırmasına. Yəni, bilirsiniz necə, müəllimin verdiyi rəy konstruktiv olmalıdır, gələcəyə yönəlmiş olmalıdır. Aysel, sən oxumusan, səndən oxuyan olmaz, sən tupoysan, nə bilim, bax, belə kimi cümlələr bəzən müəllimlər işlədir. Bu, fəaliyyətin stimullaşdırması tələbini pozur. Bizə bilirsiniz nə deyilir indiki müəllimlərə? Uşaqları tərifləmə, uşaqlara düzgün istiqamət verəcək rəylər ver. Yəni, konstruktiv rəylər ver. Bax, məsələn, mən sizə rəy verirəm. Günay müəllimə kurikulum dərslərində məsuliyyətli yanaşırsınız, nəzəri hissəni oxuyursunuz, lakin tənqidi cəhətdən məsələyə yanaşanda müəyyən səhvlərə yol veririk. Deməli, burada nədir? Biraz daha bu mövzularla bağlı daha çox test işləyin. Deməli, mən birinci sizi təriflədim. Görürsünüz, demədim ki, test yaxşı işləyə bilmirsiniz. Birbaşa desəm ki, Günay müəllim, test yaxşı işləyə bilmirsiniz, bu necədir, öyrənə bilmirsiniz, siz MİQ imtahanına hazırlaşacaqsınız, necə yazacaqsınız kimi cümlələr işləsəm, sizdə ruh yüksəkliyi yox, ruh düşkünlüyü yaranacaq, düzdürmü? Bax, biz müəllimlərdə bəzən bunu bilmədən eləyirik də.
özümüz ənənəvidə təhsil almışıq deyə düşünürük ki, bizi axı müəllimlərimiz belə eləyirdi, bizim heç o qədər də vecimiz olmurdu da. Yəni daha da çox tanışıq. Çünki biz o dövrün psixologiyası. Amma indiki uşaqlar onu istəmir. İndiki uşaqlar istəyir ki, ona